Hansı qaydanı indi sən izah edəsən bizə? Müəllimə, əlifba sözləri əlifba sırası ilə düzərkən bəzi ilk hərfinə, yalnız ilk hərfinə baxmaq deyil, sonraki hərfinə də baxmalıyıq. Bu nə zaman olur? İndi onu izah elə görüm. Müəllimə, Məsəl üçün desəm ki, Tunar, bir də desəm Aynur. Onda ilk hərfə baxarsan, Tunar, bir də Aynur. Yaz ora Tunar və Aynur. Sən də yaz. Bir də Aynur. İndi hansı birinci gələcək? Bunu tapmaq üçün hansına baxırsan? birinci tunan ay. Aha. Eynidir, fərqlidir. Eyni deyil. Hə. Onda hansı birinci gələcək? Birinci A gəldi. Ay, sağ ol. Deməli, müxtəlif olanda, eyni olanda baxmırıq. Aha. İndi sən nə yazmısan? Sən də o sözləri yazmısan. İndi buyurun, hər biriniz öz nümunələrinizdən izah edin. Buyur, nə yazmısan? De görüm. Müəllimə, bayram bir də banı. Aha. Biz buna birinci ilk hecasına baxırıq. Bunlara baxmırıq çünki eynidir. Bunlara da baxmırıq. Aha. Amma Yunanlıya baxırıq çünki onlar fərqlidir. Ən birinci n gəlir. Deməli, Birinci banı olur. doğrudur. Buyur. Mənimki Səma Sərxan. S eynidir. Eynidir. M ayrıdır. M birinci gəlir deyə Səma düzgündür. Düzgündür, hər ikisi düzgündür. Sadəcə Səma, əlifba sırasına görə Səma birinci, o birisi nə idi? Sərxan isə doğrudur.